Biz arxa cəbhənin əskərləriyik. Bəli, hazırda əkinlə məşğul olan, məhsul yığan, meyvə toplayan, ümumiyyətlə peşəsindən asılı olmayaraq hər kəs özünü bir əskər sanır. Gördükləri işin nə qədər əhəmiyyətli olduğunu da yaxşı bilirlər. Ona görə də işlərinə dörd əllə sarılaraq daha həvəslə çalışırlar. Masallıda da belədir. Bugün ön cəbhədə hərbiçilərimiz, əskərlərimiz torpaq vətən uğrunda vuruşur və qələbə xəbərləri ilə bizi sevindirirlər. Arxa cəbhənin insanları da vətənə, dövlətə, xalqımıza öz dəstəklərini, öz dayaqlarını əkin-biçinlə məşğul olduqları, bol məhsul əldə etmələri ilə sevindirirlər. Qarabağ Azərbaycandır, Qarabağ bizim olacaq deyərək və üç rəngli bayrağın altında əzmlə, səylə çalışaraq. Kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan Masallı sakinlərini ön cəbhədən gələn qələbə xəbərləri bir qədər də ruhlandırıb. Hamı həmişəkindən həvəsli çalışır. Sahələrdə də ötən illərdəki ilə müqayisədə daha çox məhsul var. Uzun illərdə əkin-biçi ilə məşğul olan Rafət Abbasov da deyir ki, bu ilimiz uğurlu gəlib. Hazırda fermer 20 hektardan çox torpaq sahəsində müxtəlif tərəvəz bitkiləri əkir və çiyələk sahəsindən artıq 4-cü dəfədə məhsul toplayır. Dərişlərimiz yenə davam edir. Amma bu sevincimizə bir sevincə, ən böyük sevincimiz olan Qarabağ müharibəsində bugün gələn şad xəbərlər bizi sevindirir. Torpağa olan meyilliyimizi, işimizi bir-iki artırır. Biz də canımızla, qanımızla, malımızla bir fermer kimi ordumuzun yanında olmağa hazırıq. 10 hektar torpaq sahəsi olan fermer Vaqif Rəhimovun da məhsul bolluğunun yaradılmasında payı var. 1 hektarlıq kələm sahəsində hazırda becərmə işləri gedir. Keçən illəri buradan 22 ton kələm götürmüşük, bu il həvəslənmişik, bu il 25-30 ton götürmək fikrindəyik. Arxa cəbhədə olmağa baxmayaraq hər birimiz bir əskərik burada. Cəbhəyə, torpağımıza dəstəyik. Arxa cəbhədə hər kəsin bir amalı var, ölkədə ərzaq bolluğu yaratmaqdır. Qəti ərzaq qıtlığından söhbət gedə bilməz. Çünki arxada bizim kimi fermerlər var. Devlətin hər şəkildə dəstəklədiyi fermerlər var. Ön cəbhədə əsgərlərimiz vuruşursa, biz də arxa cəbhədə çalışmalıyıq ki, kənd təsərrüfatını irəli verməliyik ki, məhsulumuz bol olsun. 5 vedrə yığırdıqsa, indi 15 vedrə yığırıq sevindiyimizdən. Sevincimizin həddi udu yoxdur. Həvəslə işləyirik. Allah onları qorusun. Bütün əskərlərimizin canını sağ eləsin. Onlar bizim qardaşlarımızdır. Qələbə səsi eşidək, qalibiyyətlə qayıtsınlar. Məhsul bolluğunun əldə edilməsinə hərbi xidmətə yaşı çatmayan oğlanlar da dəstək olurlar. Bu yolla onlar cəbhədəki igid əskərlərə bildirmək istəyirlər ki, biz sizinləyik və güc birlikdədir. Mən çox istəyərdim ki, bizim igid əskərlərimizlə ön cəbhədə olum, onlarla birlikdə vuruşum. Lakin yaşım çatmadığıma görə, 17 yaşım var, çatmadığına görə mən gedə bilmirəm. Biz arxa cəbhədə onlara kömək edirik. İnşallah Allahın izni ilə mən də azad olma torpaqlarımızda xidmət eləyəcəm. Bəli, o gün gələcək. Pərvanə Əhməd qızı, Rövşən Məmmədov, Nuray Mustafa, xəbərlər.